Ömrünüzü gözəl ilahi yolda sərf edin. Öz islahınız üçün çalışın. Cəmiyyətin islahatı üçün çalışın. وَالْعَسْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسُورٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ. İstəyirsinizsə ziyanla bitməsin ömrünüz. Həm öz islahınız üçün, həm cəmiyyətin islahı üçün çalışın. Amma Qur'an-ı-Kərim məntiqinə əsasən birinci özündən başlamalısın. Ona görə bir ayədə buyurur Allah Teala ki: "Limə təquluna ma la təf'alun." Niyə özünüz deyirsiniz, əməl eləmirsiniz? Niyə öz islahınızdan başlamırsınız? İkinci ayədə buyurur: "Qu enfusakum və əhlikum." Ailənizi islah edin. Üçüncü ayədə buyurur: "Vənzir əşirətəkəl əqrəbin." Qohumlarınızı islahat edin. Dördüncü ayədə buyurur: "Vəl təkum minkum ummetun yəd'una iləl xeyr ya'muruna bil ma'ruf və yenhauna anil munkar." Gedin cəmiyyəti hidayət edin. Fikir verin. Başladıq fərddən, gəldik ailə, sonra gəldik asta-asta cəmiyyət. Yaxşı fikir verdiniz, insan özünü niyə islah eləmirsən? Ondan sonra gəldi ailəmi islah etə, ondan sonra gəldi qohum əqrəba, sonra gəldi cəmiyyət. Bir pillədə deyib bəşəriyyətin hidayətini çalış. Allah Quranda da buyurur: "Əlləzinə imməkkənnahum fil ardı." Mən o insanlar ayənin davamında Allah əmr və mərufdan danışır ki, çalış bəşəriyyətin hidayəti üçün əlindən gələnləri ilə. Nə qədər bacarsan çox iş gör. Bir pillədə nəinki dünya üçün, iş körklə. Hətta bir həddə yetiş ki, əlləmə Adəməl əsma kulləha, məlaikə səndən bəhrələnsin. Mələklərə ustad ol ki. O bir nəfər deyir ki, ata gəldi və xülasə uşaq qaçdı qabağına ki, ata mənə apar gəzməyə. Bu da gördü ki, yorğun arğındı, istəmirdi, narahat idi da. İstədi uşağı bir təhər yola versin, dedi, bala vaxtım yox, ora-bura. Uşaq əl çəkmədi. Əl çəkməyəndən sonra götürdü ata xəritəni, dünya xəritəsini cırdı belə, qarışdırdı. Dedi, bala bunu düzəldə bilirsinizsə düzəlt. Mən səni aparıram, getdi yatdı. Bir 15 dəqiqə keçmişdi ki, uşaq gəldi, ata dedi, hə. Dedi, gəl düzəltmişəm. Dedi, ay bala ola bilməz, qoy yatım. Dedi, gəl baxdı. Axır şu ata dilxor durdu, ayağa gəldi, gördü, xəritə düzəlib. Xəritə düzəlib. Dedi, bala bu necə düzəltmirsən? Yəni sən uşaqsan. Dedi, ata mən bu xəritəni düzəltmədim. Xəritənin arxasında bir dənə adam şəkli var idi. Mən onun başını qoydum, əlini qoydum, ayağını qoydum, vərəqə çevirdim, hər şey düzəldi. Bir alim deyirdi ki, bir insan islah olsa, dünya islah olamaq qüdrətinə malikdir. Yəni, islahatın kökü insanın fərdi islahatından başlayır. Ona görə Qur'an-ı Kərim birinci özündən başla. Ailə. İndi ola bilər ailə islahatını çalışın, ailədə bir nəfər hidayət olmayacaq. Leysə min əhlik. Allah Qur'anı deyir ki, o sənin övladın. Nuh sən, oğlundursa da ailəndən sayılmaz. Ya qohum əqrəba da o cürlə. Gəldin, başladın Qur'an, ayələri sıralama altından deyirəm.